Bu qarşılıqlı səfərlər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinin Bakıya tarixi səfəri və Azərbaycan rəsmilərinin Yerevanda keçirilmiş Rose Road seminarında iştirakı özünlüyündə yeni və diqqətlə layiq bir dinamikanın göstəricisidir. Bu, tərəflərin bir-birini daha yaxşı anlamağa və balans yaratmağa cəhd etdiyi yeni bir mərhələnin işarəsidir. Lakin bu tədbirlər çərçivəsində səslənən bəyanatlar da az önəm daşımır, xüsusən də onlar bu qədər həssas bir mekanda, Yerevanda səslənirsə. Azərbaycan nümayəndəsi Murad Muradov Yerevanda verdiyi açıqlamalar təsadüfi deyildi. Onun fikirlərdən ən diqqət çəkəni isə bu idi. Kiçik region ölkələri üçün daimi bir formatın yaradılması vacibdir ki, dövlət və hökumət başçıları, eləcə də digər şəxslər mütəmadi məsləhətləşmələr aparsınlar və sürətlə dəyişən dünyanın qarşılıqlı əsas maraqları və narahatlıqları nəzərə alaraq Cənubi Qafqazın dağıdıcı təsir edən qurmaq üçün ortaq mövqeyə gəlsinlər. Bəs əslində Azərbaycan nə demək istəyir? Dağıdıcı təsir deyərkən Muradov ilk növbədə Rusiyanı, daha sonra isə Fransanı nəzərdə tutur. Bu iki ölkənin gələcəkdə Qarabağla bağlı yaxud ən azından keçmiş Qarabağ ermənilərinin hüquqları ilə bağlı mümkün mövqe dəyişikliyi heç olmasa nəzəri baxımından Bakının narahatlığını doğurur.